Şanınız xeyir olsun dostlar. Nətər sınavarlıq. Bu bizim seximiz, dəmir sərvət sexi, bizim aparatlar. Bu bunkerlər üçlük dəmirdən 3 fazadır. Saray qəsəbəsinə gedəcək 7-15 kilovat aparat. Bu bizim ələklərimiz, ot ələyimiz, bığda ələyimiz. Bu aparatlarımız biri sabah gedir Ağcabədi şəhərinə, biri sabah gedir Ağdaş şəhərinə. Materiallarımız belədir, katok dəmirindəndir. Və bizə belə bir aparat gəlib çıxıb inşallah. Zavadskoy aparatdır. Yəni superdir. Zavadskoy olmağına superdir. Qəşəngdir. Sonra pirdelkaşı görüntülər üstünə. Çox tərəfləyirsiniz, deyirsiniz qoşa paçemlik. Qardaş, buradan da qoşa paçemlik var, qardaş. Aparata belə qoşa paçemlik qoymaq lazım deyil. Tökülüb dağılır, cəmaat pul verir. Paçemlik çıxıb çölə tökülür. Aparata belə təkər qoymaq lazımdır. Pulka ilə təkər qoymaq lazımdır, qardaş. Dağılmasın, bax. Cəmaat pul verib alır, bax. Pulka ilə. Zaklovkalı. Yoxsa o nədir? Paçemlik üstə qoyursunuz. Belə demirəm, kimsə yaxşı yığır, kimsə pis yığır. Yəni bu işdir. Buna bax. Paçemlik dağılır. Və aparatı bıçağın belə yığıblar. Aparatın bıçağı içinə nəsə düşüb qırılıb. Bu setkası. Ancaq ölülər gəlir mənim. Ölüləri mən dirildirəm də. Bax qırılıb. Gördüyünüz kimi içib tökülüb. İnşallah bunu şok verəcək. Şok aparatına salacaq. Bunu qeyri-adi əjdaha bizim bax elə aparatlarımız kimi əjdaha eləyəcək. Ağzını böyüdəcək, setkesini böyüdəcək. Amma materialı çox nazikdir. Yəni bizimkinin materialına baxın. Başqa bir şeydir. Aparat süperdir. Zavadskoy aparat qəşəngdir. Sonra içində amma pirdelkaşı görüblər, təkər qoyublar. Paçemliyin yaxşı təkər qoymublar. Qoşa paçemlik qoyublar. Paçemlik indən çıxıb tökülür. Balans verir. Motor qırılıb sallanıb. Bax, üzülüb motoru dəyişəcək. Və bıçaq sistemi də. Aparata belə bıçaq yükləmək lazım deyil, qardaş. O motora bu bıçağı yükləyirsən, bıçağın 8-9 kilo çəkisi var. Motorun nə canı var ki? Bu 8-9 kilo çəkidə bıçaqda motor 18 amperdir. Motor 22 amper yüklənir. İndiki bu kənd yerlərində, rayon yerlərində bu bıçaq ağırlığına 22 amperdə o motor dözməz axı, yanacaq, dağılacaq. Şey olmaz. Buna yüngül lehimli bıçaq qoymaq lazımdır, qardaşım. Yüngül lehimli. Bax, sizin başsa dönün. Baxın. Şu belə görmək lazımdır. Yüngül lehimli bıçaq, qardaş. Bu da Zavadskoydur. Konstruksiya iləndir. Ona götürüb mənə bax, bu qalınlığına bıçağın qoymağın nə mənası var? Kalyonlu Zavadskoy bıçaq qoy, almazla kəsilmiş. Amma qəşəng bıçaq qoy, yəni keyfiyyətli olsun. Şurallah, yəni bizim seximizdə hələ bir problem olmur. Motorumuz yanır, zamanət verim ki. Köhnə motoru götürürük, təzə motoru qoyuruq yerinə. Belə ölüm mallar gəlir, şok verib dirildirik. İndi bunu əjdaha aparat eləyəcək, bax. İç sistemin dəyişəcək. Aparatımız Sabirabaddan gəlib. Gözəl Sabirabaddan. Bunu canavar eləyəcək. Burada da çəkiliş eləyəcək. Super vəziyyətə gətirəcək inşallah. Hə, Kaka müəllim? Bəli. Yəni bizim seximizə gələn klientlər heç vaxt narazı getməyib. İnşallah üzümüz açıq, alnımız açıq. Yəni Allah klientlərə can sağlığı versin. Ruzilərini versin. Allah kəsin bütün işlərini avan eləsin.